Uşaqlar, əllərinizi yuyun. Qoy bura. Mən eşə getirmişəm bunu. Yaxşı, bəlkə. Ana, siz ona yeyirsiniz. Kamil əmigilə. Salam deyə ona, hoşum gəlir ondan, yaxşı adamdır. Rəşid sizə hədiyyə gətir. Elə danışmı incirəm sizdən, hoşudur. Bu Kamil, doğrudan da yaxşı adamdır. Heç kəslə işi yoxdur, heç kəsə deyib dolaşmır. Başın salı başağa öz işi ilə məşğuldur. Mən öz günahımı boynuma alıram. Amma onda da günah var da. Qapı bir qonşuyu bir də qapımızda öp içəri girməyib. Mən ki onu balkondan görürəm, bəsimdir. Gəlməsə də olar. Ədil, elə demə elə. Özün bilirsən ki, sən həmişə nə demişsən də razılaşmışam. Amma bax, burada haqsızsan. Kim nə cür istəyir, o cür də yaşayır, düzdür? Bir də o bizə neyi baxır? Elə adamın qızı, nə geysən, necə geysə ona yaraşır. Qay gərək şey. Yaxşı adam da qızını evdən toysuz, cəhsiz bıraxar. 2 aydır buradadır, bir dəfə də gəlməyiblər. Adilə! Artırası danışma da. Görəsən Nailin atası harda işləyir? Evi yoxdur, birinci biz gedərik. İnsanın rəyi gərək geniş olsun. Xırdaçılıq xırda adamların işidir. Biz gərək qonşuluqda elə eləyək ki, Kamilin evində hər şey, həmişə qaydasında olsun. Hə? Bəh. Aha! Salam aleyküm. Salam. 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 Buyurun. Salam. Salam. Salam aleyküm Nalə xanım. Salam. Buyurun. Sağ olun. Xoş gəlmisiniz. Buyurun içəri. Özləri gəliblər, mən neyniyim? O gün sizin üçünüzü də dəniz qırağında gördüm. Mayakın yanında. Yaxşı edirsiniz. Həm cana xeyri var, həm də əsəbləri sakitləşdirir. Geç neyləşin. Çox Sağ sağ olun. olun. Bugün televizorda məhkəmə prosesi göstərəcəklər. Kamil, zəhmət olmasa gəl bunu düzəlt. Mən dilini bilmirəm. Müəllim, bu ad həmişə vüqarla, iftixarla səslənir. Birinci dəfədir gəlirlər, yaxşı deyil. Onların ikisindən də zəhləm gedir. Xahiş edirəm. Çox çəkirsiniz ha. Tərk etmək lazımdır. Pis olmazdı. Kim deyir ki, tərk edə bilmirəm, yalan deyir. Düz də belə biraz çətin olur amma sonra. Ancaq orası da var ki, tərk edəndən sonra ayaqlarım başlayıb tərləməyə. Acaba? Üzr istəyirəm, nəsə gülməyim tutdu. Bəlkə təzdən çəkməyə başlayasınız, onda ayağınız tərləməz. Yox, bir həkim kimi hesab eləyirəm ki, vaxtından qabaq ürəyin ağrımaqdansa qoy ayağın tərləsin. Universitetin keçmiş müəllimini mühakimə edirlər rüşvət üstündə. Tələbələr də üzünə dururlar, biabırçılıqdır. İndi bu işdə möhkəm yapışıblar. Hamısının iç yüzünü açacaqlar. Bəs indiyəcən haradaydılar? Çünki qabaqlar heç kəsin ağlına gəlməzdi ki, ali məktəbdə rüşvət alırlar. O vaxtlar mənə desəydilər ki, müəllimlərdən biri rüşvət alır, mən gülərdim. Mən əminəm ki, onlar indi də almırlar. Yeniləri peyda olub. Ona bax, biz gözünün abırladığımı oxşayır. Onu rüşvət qoydu. Elədir. Zahirən adi adamlardan fərqlənmirlər. Onlar adi adamların donuna girməyi elə yaxşı bacarırlar ki, ona görə onları ifşa eləmək çox çətindir. Baxırsan ki, adamdır da, zövqlə geyinir, kitab da oxuyur. Teatra gedir. İclaslarda çıxış eləyib alovlu sözlər deyirlər. Təhkə institutda yox, hər yerdə var belələri. Əgər elədirsə, onların fərqi nədədir bəs? Ada, sənə dedi də, qanunsuz rüşvət alırlar. Qanuni rüşvət də olur məyər? Fərqləri çox adi, ancaq mühüm bir şeydədir. Təsəvvür elə ki, oxumuş, savadlı bir adamdır. Ancaq adi əxlaq normalarına məhrumdurlar. Elə buna görə pul alıb, institutda adam düzəldirlər. Baxamı bilir ki, mən necə ürək yumşaq adamam, heç bir milçəyi də incitmərəm. Amma onları verəydilər mənə, bir hamısını güllələyərdim. Güllələməklə işləri düzəltmək olmaz. O da düzdür. Yaxşı, bunlardan canımızı necə qurtararız? Əgər bilsəydim. Bu çox mühüm problemdir. Rəşid! Nə? Bax gör saçımın ailə necə düzəltdi, onunkini oxşayır. Çox oxşayır. Qonaq gözləmirdik, bağışlayın. Narahat olmayın, laf yaxşıdır. Sizin evinizin sağlığına.
Eviniz abad olsun. Oğullu uşaqlı olun. Sizin sağlığınıza. Sabah bizim qonağımızsınız. Balıq kebabı verəcəyəm sizə. Ədilə balığı əla pişirir. Sabah saat 5'te sizi gözləyirik. Bilirsiniz, sabah Hökmən gələrik, hörmətiniz artı olsun, sağ olun. Hər şeydən başı çıxır, çox ağıllı qızdır. Fransız ətri məndə itüvə tökdü. Hansı əlimə keçirdi, vururdum, gedirdi. Sən demə, ətir var ki, ancaq səhərlər vururlar, eləsi də var ki, axşamlar. Nailə yaxşı ki, öyrətdi mənə. Adlarını da yazıb mənim üçün. Madame Rocham, Fan, Kotsi, Lorigan, Fidri. Neçə ildir Rəşid yazıq alır, mənim üçün heç adlarını da bilmirdim. Söz verib məni, özlərisinin yanına aparsın. Mən də onun özünə çox şey öyrədəsiyəm. İndi sözümə qulaq asdı da. Telefonunu da verib mənə. Gərək ki, buraya yazmışam. Hə, 37, 12, 32. Bundan sonra tez-tez görüşəcəyik. Rəşid, hər dəfə Nailə bizə gələndə Kamildən danışır onu ilə. Deyir, sevgilimin başına biraz ağıl qoy. Kızıma qaraşlıqdan əl çəksin, bu zamanəyə baxsın biraz. Salam nene. Salam ay Rəşid. Xəbərin var? Nədən? Nailə Kamildən ayrılıb. Necə yəni? Şüləşməsini yığışdırıb gedib. Həmşəlik? Hı. Yazıq qız neynəsin? Onlu adam yaşayar. Bu da mən. Ziyalı müasir arvadım. Lap itlə də yola gedərəm. Ancaq elə ki başlayır o andıra qalmış maşınını taqqıldatmağa, elə bir lap ata-anamı söylürlər. Adam deyil ki, Nailə yazıq neynəsin. Yadındadır Rəşid, sənə demişdim də o qız onun tayı deyil. Ədilə, elə demə. Demə elə. Mən indi yazıq Kamilin taliyə düşündürür. Rəşid, Hı. Neynəcək indi? Gətirmir də onun ki. Tənbəldir. Bütün bu bəlalar da başına tənbəlliyindən gəlir. zırramayın biridir. Düzələr, düzələr. Düzələr.